19-cu əsrin sonlarında Cənubi Azərbaycan və 20-ci əsrin ikinci 10 illiyində Şimali Azərbaycan tarixi üçün oxşar cəhətdir. İkinci 10 illik deyirsə, yəni ondan sonra 11, 12 bəyə nəzərdə tutur. Burada deməli 1898-ci ildə Zeynəb Paşa üsyanı idi. Azərbaycanda da 1916-cı ildə qadın üsyanı baş vermişdi. Ona görə qadınların möhtəkirliyə qarşı üsyanı o cavab ola bilər. 20-ci əsrin ikinci 10 illiyində, yenə ikinci 10 illikdir. Şimali Azərbaycan üçün, Cənubi Azərbaycan üçün ilk siyasi təşkilat 1903-cü ildə yaradılmışdı. Ona görə A variantı gedir. Bizdə ikinci 10 illik lazımdır. Ona görə bu variantlarımızı aynen olanları sildik. Sonra türk müsəlman əhaliyə qarşı soyqırım, mart soyqırımı olmuşdu. Ona görə biri B-dir. İlk Azərbaycan bədii filmi, Azərbaycan bədii filmi dedik 1916-cı ildə Neft və Milyonlar Səltənəti. Ona görə burada BC ilə də olan bir dənə variantımız var. Əslində bunu çıxmamalıydıq. BC yaş baxaq. Cənubi Azərbaycan Təbrizdə teatr binası. Təbrizdə teatr binası 1916-cı ildir. Elə biri budur. İkinci 10 ili Alman kapitalistlərinə məxsus xalça şirkəti. Bu 1912-ci ildir. Bir dənə də Məşrutə hərəkatı başladı. Məşrutə başlayıb 1905-11-ci il. Ona görə birinci 10 illiyinə düşdüyünə görə C-ni götürmürük. Deməli BC, AB, BC, AB cavabımız A variantı olur. Növbəti suala baxırıq. Cənubi Azərbaycan 1920 və 45-ci illər tarixinə aid ümumi cəhət Pəhləvi zülmünə qarşı Milli Azadlıq Hərəkatının başlaması. Milli Azadlıq Hərəkatı 1920-də Cənubi Azərbaycanda olanda bu Qacarlara qarşı idi. Ona görə olmaz, amma 45 bəlli Pəhləviləri idi. Ərazisinin İngiltərə və SSR işğal olunması 1920-də SSR hələ yox idi, getdi. Milli məclisə seçkilərin keçirilməsi, bu Cənubi Azərbaycanda 1920-də milli məclisə seçkilər yox idi, getdi. Milli hökmranlıq variantı milli hökumətin yaradılmasıdır. Hər ikisi də milli hökumət yaradılmışdı. Birinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda Birinci Dünya müharibəsi. Dünya müharibəsi neçədə? 1914-cü ildə 1918-in noyabr ayına qədər, düzdür, noyabr. Məşrutə hərəkatı baş verdi. Məşrutə hərəkatı baş verdi daha əvvəldir. 1905-1911-dir. Ona görə çıxdı, düşmür o dövrə. Urmiya şəhərində soyqırım Urmiya bəlasıdır. 1918-ci ilin martında müharibə də bitib 1918-ci ilin noyabrında. Ona görə də burada cavabımız olur B variantı. Sonra Şah hökuməti Sovet qoşunlarının İran ərazisindən çıxarılması üçün seri ilə danışıqlara başlayır. Aparılan danışıqlar nəticəsində İranın şimalında neft kəşfiyyatı və hasilatı barədə Sovet İttifaqı ilə müqavilə imzalandı. Mirzəfər Bağırovun neft etirazına baxmayaraq Stalin Sovet qoşunlarının İrandan çıxarılmasına razılıq verdi. Mətndə bəhs olunan tarixi prosesin nəticəsində deməli bu nəyin nəticəsi idi? İran qoşunları Cənubi Azərbaycana daxil oldu. Cavabımız elə B variantıdır. Kitab cümləsidir bu sual. Sonra uyğunluğu müəyyən edin. Müəyyən edin. Hərbi kommunizm siyasəti, 21 Azər hərəkatı, bir də Milli Azərbaycan qərargahı. Xırda kəndli təsərrüfatların məcbur ləğv edilməsi bu kolxoz savxoza aid edilmir heç birinə. Azərbaycanda İnqilab Komitəsi taxıl ticarətinin dövlət inhisarına alınması bu dekret bu aiddir. Hərbi kommunizmə aiddir, getdi. Ərzaq sapalağı da hərbi kommunizmdə olmuşdu. Pişəvəri başda olmaqla milli hökumətin yaradılması bu 21 Azər hərəkatı deyirdik də, bunu ona görə dedi. Burada 2-də başlıca məqsədi rəhbər vəzifələr Azərbaycan, bu da MAQ idi. Milli Azərbaycan qərargahıdır. Buna da sonuncuya da gedir Y. Sonra 20-ci əsrin sonları Cənubi Azərbaycan və 2-ci 10 ildə Şimali Azərbaycan. Bunu bayaq təkrar sualdır, düşüvarlığa. Eyb yoxdur, B variantıdır, qadın möhtəkirliyinə qarşıdır. Sonra 1920 və 46-cı il Cənubi Azərbaycan tarixində baş vermiş hadisə müəyyən edin. Milli hökumətin süqutu, bəli, 1920-nin sentyabrında Cənubi Azərbaycan, yəni Xiyabaninin dövründə milli hökumət süqut eləmişdi. 46-cı ildə də süqut eləyib, yəni Pəhləvilərin zamanında süqut eləyib. Milli hökumətin təşkil edilməsi 45-də, düzdür, 20-də təşkil olunmuşdu burada, amma o birisində 45-də təşkil olunmuşdu. Ona görə də cavabımız olur A variantı. Sonra uyğunluğu müəyyən edin. Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri.
Təbriz Universitetinin təsis olunması Seyid Zəfər Pişəvərinin dövrüdür, onu yazdım. İctimai İdarə Heyəti Xiyabaniyə aiddir. Azərbaycan adının Azadistan əvəz edilməsi söhbəti, bu da Xiyabaninin dövrüdür. Varlılar üzərində müharibə xərci, bu Səttarxanın dövrünə aiddir. Sovet İttifaqına mühacirət etməsi, bunların heç biri Sovet İttifaqına mühacirət eləmir. Çünki bu Səttarxan idi mühacirətə göndərilən. BC-A cavabımız olur burada. 46-cı ildə Cənubi Azərbaycanda Milli Hökumətin keçirdiyi tədbir. Milli Hökumətin tədbiri deyəndə bu 46-cı ilə aid olan əmək haqqında qanun elə A variantıdır. Əmək haqqında qanun, dil haqqında qanun orada. Bax, yəni bu islahat Təbriz Universiteti hamısı 46-cı ildədir. Aqrar islahatda keçirilmişdi. Cənubi Azərbaycan 1945-ci ilin noyabr ayında Müəssisələr Məclisinin irəli sürdüyü tədbirlərdən biri nə idi? Deməli, burada Seyid Pişəvər başda olmaqla Mərkəzi Partiyanın komitəsinin seçilməsi idi. Cavabımız olur burada bu. Sonra Azadistan söhbəti Pişəvəridədir. Milli hökumətin yaradılması dekabrdadır olmaz. Təbriz Universiteti 46-dadır. Təbriz üsyanına rəhbərlik etmək İctimai İdarə Heyətdə o birisinin birincinin dövründədir. Yəni Xiyabaniyə aiddir. Olmaz. Ona görə cavabımız B. Cənubi Azərbaycanda əncümənlər hakimiyyət orqanı kimi ilk dəfə mövcud olmuşdu. İlk əncümənlər yaradılmışdı məşrutə inqilabı dövründə. Məşrutə hərəkatı da cavabımız D variantı. Məşrutə hərəkatı deyirdi, o Səttarxan olan 1905-1907-ci ilə aid olan idi. Ona görə getdi. Əncümən adlanır. Əncümən nədir? Cənubi Azərbaycanda yaradılmış demokratik hakimiyyət orqanı əncümənlər adlanır. Cavabımız D variantıdır. Sonra Şeyx Məhəmməd Xiyabani Pişəvərinin fəaliyyətinə aid oxşar cəhətlər nədir? Oxşar cəhətlər Azərbaycan Azadistan bu Xiyabanidir. Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbini bəli, hər ikisi də tələb irəli sürürdülər ki, muxtariyyət verilsin Azərbaycana, oxşar cəhətləridir. Sadəcə olaraq Pişəvəri Pəhləvlərin zamanında, amma Xiyabani isə Qacarların. Cənubi Azərbaycan 19-cu əsrin 80-90, yəni 1880 yaxud da 90-cı illərə aid soruşur. İlk dəfə Xırda Malik adlanan torpaq mülkiyyətinin xalisə torpaqların satışa çıxarılması haqqında fərmanın icazə verməsi nəsə bu 1886-cı ildir. Hətta bir də yadınızdadırmı, telefon stansiyası da ilk dəfə buradadır. Ona görə cavabımız düşür o dövrə. Cavabımız olur B variantı. Bəstə oturmaq adlanırdı. Cənubi Azərbaycanda geniş yayılmış etiraz forması idi. Bəli, bu Şimali Azərbaycanda və Cənubi Azərbaycanın 1-ci Dünya müharibəsi illərinə aid ümumi cəhət nədir? Birinci Dünya deyirsə 1918. Milli hökumətin təşkili. Milli hökumətin Şimali Azərbaycanda təşkili 18 var, amma Cənubi Azərbaycanda ilk dəfə milli hökumət 1920-dir. Ona görə A olmaz. SSR qoşunları 1918-ci ildə 1-ci Dünya müharibəsi dövründə hələ SSR yaranmamışdı. Yəni sonra ilk siyasi partiya və təşkilatların yaranması, ilk siyasi partiya Azərbaycanda 1-ci Dünya müharibəsindən əvvəl olub, ona görə olmaz. Azərbaycan Demokratik Firqəsi yox, İngilis qoşunlarının bəli, Denstrelevin qoşunu hər ikisinə də getmişdi 1-ci Dünya müharibəsi dövründə. Ona görə də bu da getdi. Cənubi Azərbaycan, Şeyx Məhəmməd Xiyabani Pişəvəri 1917-20-ci illərdə Azərbaycan Demokratik Partiyasının rəhbəri idi. Bəli, A variantı doğrudur. Deyirsə, deməli, bunları çıxırıq. Bir dənə qaldı C-nəndir. Babillər hərəkatında iştirak etmişdi. Yox. Təbrizdə ilk dəfə əyalət əncüməni Səttarxana aiddir, getdi. Əmək haqqında qanun, bəli, Pişəvəriyə aiddir. A. Cənubi Azərbaycanda yeni konstitusiyanın qəbul edilməsi yox idi Pişəvərin dövründə. İran dövlətindən ayrılaraq müstəqil Cənubi Azərbaycan yaratmaq, xeyr, İran tərkibində yaratmışdı. Ona görə A, cavabımız C variantı olur. Sonra, ayda çox getdik. Oralara girdik. Bir dəqiqə baxın. Budur. Nəsə, Babillər hərəkatından məşrutə üçün müqayisə eləmək. Qacarlar sülaləsinin hakimiyyət dövründə Qacarlar 1825-dən gəliblər də hakimiyyətə. 1825 nədir? 1790, rəsmi olaraq 1796
Babillər hərəkatı da 1848. Ona görə də hər ikisini oxşardı. Məşrutiyyədə onadı. Hərəkatın gedişində şahın məclis çağırılması ilə bağlı qərar bu məşrutə inqilabına aiddir. Zanjan şəhərində etiraz eləməsi ikisində də var, oxşardır. Hərəkatın gedişində hərbi şura bu məşrutə inqilabına aiddir. De bura gedir. İlk dəfə qadınlarla kişilərə seçki hüququ bu Babillərə aiddir. YACBD YACBD. Aha, cavabımız burada olur C variantı. Sonra baxaq növbəti sualımıza. Pişəvərinin rəhbərliyi etdiyi milli hökumətin dövründə 46-nı həyata keçirən tədbirlərdən deyil, 46-ya aid olmayanlarda Təbriz Universiteti var idi. 3-ü çıxdıq. Baxın 3 çıxır, çünki var idi o 3. Əmək haqqında qanun da var idi. Aid olmayanı soruşur deyir. Əmək haqqında qanun da var idisə, əmək haqqında qanun da varsa, deməli 4 də getdi. Azərbaycan Xalq Konqresi, bəli, biri Xalq Konqresidir. Deyir, 46 tədbirlər aid olmayan soruşda. Biri 5-dir, torpaqlar var idi. Bir də ADP-dir. 2 ilə 5 A variantı. Çünki dövlət bu aqrar islahatla bağlı idi. Ona görə 1 də olmaz, getdi. Sonra 1-ci Dünya müharibəsi dövründə uyğunluq soruşur bizdən. Şimali Azərbaycan cənubə Göyçay yaxınlığında XKS ilə qoşun. Bu 1918-in iyul ayındadır. Düzdürmü? İyuldur. İyulda müharibə də bitibdir. Müharibə də bitib noyabrda, ona görə aid olunur da A. AXC Osmanlı dövləti arasında müttəfiqlik münasibətlərinin qurulması. Müttəfiqlik münasibətləri də 18-ci ildə qurulmuşdu. Ona görə onlar 18-in yayı da düşür. Qarabağ General Qubernatör 19-cu müharibəyə düşmür. Ona görə burada C olanları silirəm. Baxın, C-ni sildim. Cavabımız 2-dən qaldı. A, B-dir. Bu tərəfə baxaq. Azərbaycanlılara qarşı soyqırım. Bəli, 1-ci Dünya Ölmə bəlasına görə ilk əncümənlər deyirsə bu Səttarxandır. Səttarxan da 1900 dedik 5-dədir. Ona görə bu da getdi. B variantı getdi. B də gedirsə də, deməli, xarici işğalçıların ölkədən qovulması və muxtariyyət uğrunda mübarizə aparılması. Bəli, bu da var idi. Cavabımız ona görə olur Y variantı. Xiyabani və Pişəvəri fəaliyyətinə aid oxşar cəhət seçin. Məşrutə hərəkatına rəhbərlik eləməli. Məşrutə Səttarxandır. Pəhləvilər deyirsə bu Pişəvəriyə aiddir, getdi. Seri deyirsə də Xiyabanida seri hələ yaranmamışdı. Cənubi Azərbaycanda muxtariyyət, bəli, muxtariyyət uğrunda mübarizə aparırlar. Təbrizdə Qacarlara qarşı silahlı. Qacarı deyirsə bu Xiyabaniyə aiddir, Pişəvəriyə aid olunmur. Ona görə də bu da getdi. Sonra Cənubi Azərbaycanda Milli Demokratik Hərəkat, Xiyabani, Pişəvəri. Azadistan söhbəti, bəli, Xiyabanidədir. Təbriz Universiteti bunda olmaz. Möhtəkirlik və aclıqla qarşı, nəysə bu da var. Möhtəkirlik də bunda da var idi. AC. Elə AC ilə bir dənə variant var. Yenə də baxaq bura. Qacarlar dövlətin Qacarlarda yox, dedik ki, Pişəvəri Pəhləvlərdə istəyirdi Cənubi Azərbaycan tərkibində muxtariyyət. Ona görə A variantını sildik. A variantı sildik. Buradan da sildik. Baxaq digər. Milli hökumət, bəli, milli hökumət yaradılmışdı. Torpaqsız kəndlərin torpaqla təmin olunması, bəli, o da təmin olunmuşdu. Çünki aqrar islahat keçirtmişlər. Cavabımız elə olur. A variantı doğru. Sonra Cənubi Azərbaycan 20-ci əsrin 1-ci rübü. 1-ci rüb deyirsə 1901-dən 25-ə qədər olanı soruşur. İlk dəfə əncümən, bəli, bu yaradılmışdı şeyin dövründə, Səttarxan dövründə. Səttarxan var idi. Sonra bir dəqiqə. Səttarxanda var idi. Təbriz Universitetinin fəaliyyətə 46-dır. İlk bir getdi. Azərbaycan dilinin rəsmi dövlət, bu da 46-dır. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi milli azadlıq baş verməsi bu 1917-dir. 17-də 1-ci rübə düşür. Ona görə burada cavabımız oldu 1 ilə deməli 4. Cənubi Azərbaycan Pişəvəri Xiyabaninin başçılıq etdiyi milli azadlıq hərəkatı oxşar cəhət nədir? Milli hökumət, bəli, hər ikisində də milli hökumət qurulmuşdu. Cavabımız A variantı olur. Sonra 1-ci və 2-ci Dünya müharibəsi Cənubi Azərbaycan. Yenə 1-ci və 2-ci üçün oxşar soruşur bu dəfə. 1-ci milli azadlıq hərəkatı nəticəsində müstəqillik qazanmışlar. Bu olsun, qalsın bu. Seri 1-ci dünyada seri yoxdur, sildik SSR söhbətini. Pəhləvi deyirsə 1-ci dünyada pəhləvi də yoxdur. Muxtariyyət uğrunda mübarizə aparılması. Bəli, bax, elə budur. Ən uyğun cavabımız budur. Muxtariyyət uğrunda mübarizə aparılması doğru. Türkiyə-Rusiya arasında 1-ci Dünya müharibəsinə də Türkiyə deyildi. Ona görə cavabımız daha uyğun gəlir. Muxtariyyət uğrunda mübarizə gedir də. Sonra
Cənubi Azər Pişəvəri ilə Xiyabani başçılıq etdiyi hərəkatlara aid oxşar deyil, oxşar olmayan soruşur. Milli hökumətin fəaliyyət göstərməsi, bəli, hər ikisində də var. Bizdə oxşar olmayan soruşduğuna görə biri sildim. Aqrar qanun söhbəti, biri aqrarda, aqrar şeydə yoxdur, Xiyabanidə aqrar yoxdur. ADP hər ikisində də var. Ona görə də 3-də getdi, 2 ilə cavab qalır, onda 5. Milli Məclisin fəaliyyət göstərməsi, bəli, Milli Məclisin fəaliyyəti Pişəvəridə var, Xiyabanidə yoxdur. Ona görə cavab C variantı. Mədəni sadə tədbirlər hər ikisinə aiddir. Sonra Cənubi Azərbaycan Demokratik Hərəkat 46-cı ilə aiddir. Xalq Konqresi 45-dir, getdi. Təcəddüd qəzeti 45-dir. Dil haqqında qanun, bir də Milli Məclisin fəaliyyət göstərməsi budur. 3-dən 4 D variantı. Şimali və Cənubi Azərbaycanın 1-ci Dünya müharibəsi illər tarixinə aiddir. Şimali və Cənubi Azərbaycan bizdən soruşur. Şimali Cənubi bu ermənilər tərəfindən müsəlmanlara qarşı soyqırım törədilməsi budur. Çünki 1918-ci hər ikisi mart ayında olmuşdu. Ona görə də cavabımız budur. Qurtardımı test? Bəli, qurtardı.